Salam əziz şagirdlər, bugün birinci hissə test toplusundan üçbucaq bərabərsizliyi və üçbucağın perimetrinə aid olan test tapşırıqlarına baxacağıq. Birinci sualdan başlayaq. İki tərəfi 7,8 və 3,4 olan üçbucaq verilibdir. Əvvəlcə üçbucaq çəkirik. Bu üçbucağın tərəflərini qeyd edirəm. Bir tərəfi 7,8-dir. İstədiyiniz bir tərəfinə qeyd edə bilərsiniz. Digər tərəfdə 3,4-dür. Üçüncü tərəfi bilmirəm və x yazıram. Üçüncü tərəfin ən böyük tam qiymətini bizdən soruşur. Siz əvvəlcə üçbucaq bərabərsizliyini bilməlisiniz. Üçbucağın tərəflərinə A, B, C yazıram. İxtiyari üçbucaqdır. Əgər mən C tərəfini axtarıramsa, C tərəfi A ilə B-nin fərqi ilə cəminin arasında yerləşməlidir. Yəni, verilən iki tərəfi bir dəfə toplayırıq, bir dəfə çıxırıq. Həmin ədədlərin arasında yerləşir üçüncü tərəf. 7,8-dən çıxıram. 3,4-dür. 7,8-dən toplayıram. 3,4-dür. 4,4 toplayanda da 11,2. Bu aralıqda yerləşir. X bərabər də ola bilər 5, 6, 7, 8, 9 və 10, 11. Ən böyüyünü istəyir bizdən. Ən böyüyü oldu 11. Doğru cavab A variantı. 2. Keçirik ikinci suala. İkinci sualda yenə eyni qayda ilə üçbucaq çəkirik. Üçbucağın iki tərəfi verilib. 6,9 və 5,7. Digər tərəfi bilmirik. Üçbucaq bərabərsizliyinə əsasən bir dəfə verilən iki tərəfi bir-birindən çıxırıq. Bir dəfə də toplayırıq. Bir-birindən çıxanda edəcək 1,2. Toplayanda da edəcək 12,6. Deməli, bu aralıqda x ən böyük neçə ala bilər? Ən böyük ala bilər 12. Nəyə görə? Çünki 1,2 ilə 12,6-nın arasında yerləşən tam ədədlərdən ən böyüyü 12-dir. Keçirik üçüncü suala. Üçüncü sualda bizə körbucaqlı üçbucaq verilibdir. Nəzərə alsaq ki, üçbucağın bir bucağı, baxın, bura körbucaq təpəsidirsə, digər bucaqlar mütləq iti bucaqlardır. Üçbucağın körbucaq iti bucaqdan böyükdür. Çünki körbucağın dərəcəsi körbucaq yerləşir 90 ilə 180-in arasında. Düzdür? Ona görə də körbucağın qarşısı böyük bucaq qarşısında böyük tərəf dayanır. Ən böyük tərəfimiz C-dir. Daha sonra baxırıq ki, biri 2 alfadır, biri alfadır. Təbii ki, 2 alfa daha böyük olacaq alfadan. 2 alfa böyükdür alfadan. Ona görə də 2 alfanın qarşısındakı tərəf, daha sonra gəlir B tərəfi və ən kiçik tərəf alfa bucağının qarşısı kiçik A. Olacaq ABC, doğru cavab B variantı. Daha sonra dördüncü suala baxırıq. Dördüncü sualda yenə körbucaqlı üçbucaq olduğu üçün şəkildən də göründüyü kimi körbucaq təpəsi buradır, qammadır. Deməli, bucaqları soruşur bizdən. Ən böyük bucaq qammadır. Daha sonra baxıram ki, bu dəfə mənə tərəfləri verib. Biri A-dır, biri də 2A-dır. 2A təbii ki, A-dan böyükdür. Ona görə də 2A-nın A hansı bucağın qarşısında dayanıbdır? Beta bucağının. Deməli, daha böyük betadır. Ondan sonra deyə bilərik ki, A tərəfi dayanıb, baxın, alfa bucağının qarşısında. Ondan sonra deyə bilərik ki, alfa bucağı. Deməli, alfa, beta, gamma, doğru cavab D variantı. Keçirik 5-ci suala. 5-ci sualda yenə üçbucağın 2 dənə tərəfi verilibdir. Tərəflər 2 ilə 5-dir. Biz digər tərəfi bilmirik. Digər tərəf yerləşəcək 5 ilə 2-nin fərqi ilə cəminin arasında. Yəni 3 ilə 7-nin arasında. Ola bilər 4, 5, 6 və s. Perimetr münasibətini istəyir bizdən. Baxın, biz bu üçbucaq üçün perimetri yazmaq istəsək, P nəyə bərabərdir? 2 üstəgəl 5 üstəgəl x-a. Yəni tərəflərin cəminə 7 üstəgəl x edəcək bu. 5 ilə 2-ni toplayıram. Edir 7. 7 üstəgəl x. Onda əgər P 7 üstəgəl x-dırsa, x üstəgəl 7-də, yəni onda mən bura 7 əlavə etsəm, bu olacaq P. Bərabərsizliyin hər bir həddinə 7-ni əlavə edirəm. Bu olacaq 10, bu da olacaq 14. Olacaq 10 ilə 14-ün arasında. Doğru cavab Y variantı.
Keçirik 6-ya. 6-cı sualda yenə bir dənə üçbucaq. Üçbucağın tərəfləri bizə verilib 4, 6. Buranı bilmirəm. Üçbucaq bərabərsizliyinə əsasən bir dəfə 6 ilə 4-ü çıxıram. Bir dəfə toplayıram. Edəcək 10. Perimetr deyir bizə. Bu üçbucaq üçün perimetri yazmaq istəsəm, x üstəgəl 4 üstəgəl 6, yəni x üstəgəl 10-dur. Onda mən bu x-in üstünə 10 əlavə etsəm, bu olacaq p. Hər bir həddə 10 əlavə etməliyik. Olacaq 12, olacaq 20. 12 ilə 20-nin arasında doğru cavab D variantı. Keçirik 7-ci suala. Üçbucağın tərəfləri bizə verilibdir. 5 bölü 4 bölü 3 nisbətində qeyd edirəm 5K, 4K və 3K. Üçbucağın perimetri 48-dir. P bərabərdir 48-ə. Tərəfləri cəmləyək. P bərabərdir 5K, üstəgəl 4K, üstəgəl 3K. Yəni 12K. Tapırıq ki, 12K 48-dir. Yazıram 12K bərabərdir 48-ə. K da bərabərdir 48 bölünsün 12 4-ə. K 4-dürsə, bura olacaq 5 vurulsun 4, bura olacaq 4 vurulsun 4, burada olacaq 3 vurulsun 4. Kiçik tərəf istəyir bizdən 12, 16, kiçik tərəf kiçik hissə olar. Yəni doğru cavab olacaq 12. D variantı. Kiçik tərəfimiz 12 oldu. Keçirik 8-ci suala. 8-ci sualda yenə bizə üçbucaq verilibdir. Tərəflərimiz 2 bölü 3 bölü 4 nisbətindədir. 2K, 3K, 4K. Perimetr 27-dir. Tərəfləri toplayıram. Perimetr tərəflərin cəmidir. 2K üstəgəl 3K üstəgəl 4K bərabərdir 9K-ya. Tapırıq ki, 9K 27-dirsə, K bərabərdir 27 bölünsün 9, yəni 3. Onda tərəflərimiz olacaq 2 vur 3, 6, 3 vur 3, 9, K-nın qiymətini qoyuram yerinə. 4 vur 3, 12. 6, 9, 12. Doğru cavab A variantı. Keçirik 9-cu suala. Sual 9. Deməli, AC düz xəttdir. Buradan bir dənə AB üçbucağı, ABC üçbucağı, daha doğrusu. Bura X düz xəttidir. Buradan da D nöqtəsi qoyulub ADS üçbucağı. AB-ni bizə verib 2, BC-ni verib 3, AD 4-dür, CD də 6-dır. Əvvəlcə biz, baxın, əvvəlcə bu üçbucaq üçün üçbucaq bərabərsizliyi yazsaq. X yerləşəcəkmi? 3 ilə 2-nin fərqi ilə 3 ilə 2-nin cəminin arasında. Yəni, buradan X ala bilər. 2, 3 və 4. Daha sonra mən keçirəm buradakı üçbucağa. Bunların AC ortaq tərəfidir. Bu dəfə də X yerləşəcək 6 ilə 4-ün fərqi ilə 6 ilə 4-ün cəminin arasında. Yəni, öz tərəflərinin arasında da. Deməli, X ola bilər 3, 4, 5, 6 və s. 9-a qədər gedir. Deməli, bizə lazımdır, yazaq da 7, 8. Bizə burada lazımdır. X-in ala biləcəyi qiymətlər nədir? Ortaq olanlar, yəni baxın 3, 3, 4, 4. Hər ikisini ödəyən nə oldu? 3 və 4 və bizdən bunların cəmini istəyir. Ala biləcəyi tam qiymətlər 3 və 4. Yəni hər ikisini ödəməlidir. Çünki bu ortaq tərəfdə xasi. 3 ilə 4-ün cəmi doğru cavab Y variantı. Sual 10. Yenə eyni qayda ilə AC düz xəttdir. AC. Deməli, burada ABC üçbucağı, burada da ADS üçbucağı. AB yenə 2-dir, BC 4-dür, AD 5-dir, CD 8-dir. Əvvəlcə bu üçbucağı nəzər yetirirəm. Bu üçbucaq üçün üçbucaq bərabərsizliyini yazıram. X yerləşəcək 4 ilə 2-nin fərqi ilə 4 ilə 2-nin cəminin arasında. Yəni, burada X ala bilər 3, 4 və 5. Daha sonra mən aşağıdakı üçbucağı nəzər yetirirəm. Bu üçbucaqda isə X yerləşir
8 ilə 5-in fərqi ilə cəminin arasında. Onda buradan da x ala bilər. 4, 5, 6, 7, 12, 12 daxil olmaqla. Bu x, baxın, bu tərəf hər ikisinə aiddir. AC tərəfi hər iki üçbucağa aiddir. Onda hər ikisini ödəyən seçməliyəm. 4 və 5 hər ikisini ödəyir. Hər ikisini ödəyən qiymətlər ala biləcək, x-in ala biləcəyi qiymətlərdir. Yəni 4 ilə 5. Bunların cəmini istəyir bizdən. 4 üstəgəl 5, doğru cavab 9. Keçirik 11-ci suala. 11-ci sualda bizə şəkildə üçbucaq verilibdir və üçbucağın bucaqları ilə bağlı verib ki, alfa böyükdür betadan, o da böyükdür qammadan. Onda alfanın qarşısındakı tərəf ən böyük A tərəfidir. Daha sonra betanın qarşısındakı tərəf B tərəfidir. Daha sonra qammanın qarşısındakı tərəf C tərəfidir. İndi modulları yazıram. A çıxılsın C, C çıxılsın B və B çıxılsın A. A ən böyük tərəfdir. A'dan C-ni çıxanda müsbət qiymət alacağıq. C ən kiçik tərəfdir. C-dən B-ni çıxanda mənfi qiymət alacağıq. A B-dən böyükdür. Yəni B A-dan kiçikdir, belə deyək. Ona görə də B-dən A-nın çıxanda mənfi qiymət alacağıq. Kimsə bunu qarışdırırsa, burada qiymət qoya bilər. Məsəl üçün, bu olsun 3, bu olsun 2, bu da olsun 1. Onda baxın, A 3-dür, C-də 1-dir. C 1-dir, B 2-dir. B 2-dir, A da 3-dür. Baxın, bu müsbət 2 alınır burada cavab. Burada mənfi 1, burada da mənfi 1. Ona görə modulların üstündə qeyd etdim. Baxın, müsbət, mənfi və mənfi. Bu belə. Bunları silirəm. Başa düşməyiniz üçün yazdım onu. Əgər modul müsbət moduldursa, olduğu kimi A çıxılsın C necə görürük, elə yazırıq. Üstəgəl mənfi modul olduğu üçün C-ni mənfi C yazıram. Mənfi B-ni müsbət B yazıram. Yenə mənfi modul olduğu üçün B-ni mənfi B yazıram. Qarşısında heç bir işarə yoxdursa, yəni müsbətdir. Mənfi A-nı da müsbət A yazıram. İndi bunları niyə mötərizədə yazdım? Çünki mötərizənin qarşısında bir dəfə müsbət düşüb, bir dəfə mənfi düşübdür. İşarələri qarışdırmayasınız. Mötərizə qarşısında müsbət işarə varsa, mötərizənin içindəki hər bir hədd olduğu kimi yazılmalıdır. Mötərizə qarşısında mənfi işarə varsa, mötərizənin daxilindəki hər bir hədd əks işarə ilə yazılmalıdır. Müsbət A, mənfi A islah olur. Müsbət B, müsbət B, müsbət 2B, mənfi 2C, mənfi 2C, mənfi 2C veribsə. 2B çıxılsın 2C, doğru cavab A variantı. 12-ci suala baxırıq. Əvvəlcə 12-ci sualda bizə belə bir şərt verilib ki, beta böyükdür alfadan, o da böyükdür qammadan. Ən böyük tərəf, ən böyük bucaq betadırsa, onda betanın qarşısında dayanan B də ən böyük tərəfimizdir. Daha sonra alfanın qarşısında dayanan tərəf A tərəfi, ən böyük növbəti böyük tərəfimizdir. Daha sonra qammanın qarşısında dayanır C tərəfi. Bucaqların bərabərsizliyinə görə biz tərəflərin bərabərsizliyini yazdıq. Böyük bucaq qarşısında böyük tərəf dayanır, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Daha sonra modulda B çıxılsın C, üstəgəl C çıxılsın A, çıxılsın B çıxılsın A. İndi modulları təyin edirik. B A-dan böyükdür. Onda B-dən C çıxanda müsbət olacaq. C çıxılsın A. A C-dən böyük olduğu üçün bu mənfi modul olacaq. Burada da B böyük olduğu üçün B-dən A çıxanda müsbət modul olacaq. Müsbət modul olduğu kimi çıxır. Üstəgəl mənfi modul əks işarə ilə müsbət C olur, mənfi C, mənfi A olur, müsbət A. Burada da müsbət modul yenə olduğu kimi çıxacaq. Mötərizələri açaq. Mötərizə qarşısında müsbət işarə varsa, mötərizə olduğu kimi yazılır, mənfi C, müsbət A. Mötərizə qarşısında mənfi işarə varsa, mötərizə əks işarə ilə yazılır, mənfi B, müsbət A. Müsbət B, mənfi B islah olur. Qalır burada nə? Müsbət A, müsbət A, müsbət 2A, mənfi C, mənfi C, mənfi 2C. 2A çıxılsın 2C, doğru cavab B variantı. 13-cü suala baxırıq.
13-cü sualda baxın. Modul A üstə gəl B çıxılsın 13. Hər zaman böyük bərabərdir 0 alınır. B üstə gəl C çıxılsın 14. Hər zaman müsbət və yaxud 0-a bərabər qiymət ala bilər. A üstə gəl C çıxılsın 15. Bu da hər zaman müsbət və 0-dan böyük qiymət ala bilər. Söhbət yəni moduldan gedir. Moduldadır bunlar. Və bizə deyir ki, bunların cəmi kiçikdir 0. Yəni bunların cəmi ya mənfidir, ya da 0-a bərabərdir. Mənfi ola bilməz. Çünki modul hər zaman müsbətdir. Ya müsbətdir, ya da 0-dır. Müsbətləri toplasaq mütləq ki, müsbət almalıyıq, amma bu bizə deyir ki, mənfidir. Həm də bizə deyir 0-a bərabərdir. Onda bunlar hamısı nədir? Hamısı 0-a bərabərdir. Modulları 0-a bərabər edirik. Burada silim yazım. Modullar 0-a bərabərdirsə, onda buradan A üstə gəl B olacaq 13. Yəni mənfi 13 keçirəm. Bura olur müsbət 13. B üstə gəl C olacaq 14. A üstə gəl C də olacaq 15. Yəni 15-dən 15 çıxanda 0 edər də. İndi bizə deyir ki, bu üçbucağın perimetrini tapın. P tərəflər ABC-dirsə A üstə gəl B üstə gəl C-yə bərabərdir. Bura baxırıq. Bunları alt-alta toplayaq. A ilə A-nı toplayıram. 2A üstə gəl. Daha sonra B ilə B-ni toplayıram. 2B üstə gəl. Daha sonra C ilə C-ni toplayıram. 2C bərabərdir. 13 üstə gəl 14 üstə gəl 15. 13 üstə gəl 14, 27 üstə gəl 15, 42. 2-ni çıxaram mörtəzə xaricinə. A üstə gəl B üstə gəl C bərabərdir 42-yə. Buradan A üstə gəl B üstə gəl C-ni tapıram. 42 bölü 2, 21. Bizə də lazım idi perimetri üçün ki, A üstə gəl B üstə gəl C neçədir? 21. Doğru cavab olacaq 21. Keçirik 14-cü suala. Tərəfləri ABC olan üçbucaq yenə. Deməli, 13-cü tapşırıqda geniş şəkildə dedik. Modul mənfi ola bilməz. Modul 0-a bərabər ola bilər. Modulların cəminin 0-a bərabər olması üçün hər biri ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. A üstə gəl B çıxılsın 11 0-dırsa, A üstə gəl B 11-ə bərabərdir. B üstə gəl C çıxılsın 12 0-a bərabərdirsə, B üstə gəl C 12-yə bərabərdir. A üstə gəl C çıxılsın 13 0-a bərabərdirsə, A üstə gəl C 13-ə bərabərdir. Bu üçbucağın bizdən perimetrini istəyir. A üstə gəl B üstə gəl C-ni axtarırıq. Onda bunları alt-alta toplasaq sistem şəklində 2A üstə gəl 2B üstə gəl 2C bərabərdir. 11 üstə gəl 12 23 üstə gəl 13 36. 2-ni çıxaram mörtəzə xaricinə. A üstə gəl B üstə gəl C 36-ya bərabərdirsə, A üstə gəl B üstə gəl C 18 edir. 36-nı bölürəm 2-yə. Bizə də lazım idi A üstə gəl B üstə gəl C-nin qiyməti ki, bizə perimetri verir. Doğru cavab 18. 15-ci suala keçirik. Bərabər yanlı üçbucaq verilibdir. Deməli, tərəfləri birincidə verib bizə ki, iki tərəfə görə bizdən uyğunluq istəyir. Tərəflər, birincisinə baxaq, 8 ilə 17-dir. İndi biz bilmirik, tərəf 8-dir, yan tərəf, yəni üçbucağın yanları. 8-dir, yoxsa 17-dir. Həmişə böyük deyəcək. Bunu burada amma baxaq bir yerdə. Mən tərəflərə yazıram. Bir dəfə yazıram yanlara 8 ilə 8. Bir dəfə də yanlara yazıram 17 ilə 17. Onda oturacaq olur 8. Baxın, bu üçbucaq üçün 17-ni qoyuram ortaya. Deməli, digər tərəflərimiz 8 ilə 8-dir. 8-dən 8 çıxıram. Bu tərəfdə də 8 ilə 8-i toplayıram. 0 kiçikdir 17 kiçikdir 16. Bu bərabərsizlik ödəmədir, axı bu yanlışdır. Amma burada baxaq. 17 çıxılsın 17. 17 üstə gəl 17. Olacaq 0 kiçikdir 8 kiçikdir 34. Deməli, bu üçbucaqda birincidə yan tərəflər 17-dir. Ümumiyyətlə dedik ki, böyük tərəf həmişə yan tərəflər olacaq. Burada oturacaq
Üçbucağın oturacağı, baxın buradır. Oturacaq 8-dir. Perimetr 17 üstəgəl 17 üstəgəl 8-dir. O da edəcək 42. Birinciyə gəldi doğru cavab B variantı. 15-in ikincisinə baxırıq. İkincisində üçbucaq çəkirəm. Tərəflər 9, 9, 3. Birincisində izah etdik ki, bərabər yanlıdırsa, böyük tərəf yanlara düşür. Onda oturacaq, baxın, oturacaq buradır. Oturacaq olur 3. P də bərabərdir 9 üstəgəl 9 üstəgəl 3. 21. Bura gəlir C variantı. Keçirik üçüncüyə. 15-in üçüncüsü. Deməli, yenə bərabər yanlı üçbucaq olduğu üçün dedik ki, yan tərəflərə biz böyük tərəfi qoyacağıq. 14 ilə 14-ü. Onda oturacağımız olacaq 6. Oturacaq 6. Bura gəlir A variantı. Perimetri də tapaq. 14 üstəgəl 14 üstəgəl 6. O da bizə verəcək 34. Və bura gələcək Y variantı. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. Sual 16. X-in ala biləcəyi ən böyük qiyməti tapın. Bizə belə bir üçbucaq verilibdir. 7, 10, x üstəgəl 3. X üstəgəl 3 yerləşəcək digər tərəflər 10 və 7-dir. 10 ilə 7-nin fərqi ilə cəminin arasında. Yəni 3 kiçikdir x üstəgəl 3 kiçikdir 17. Onda hər bir həddən 3 çıxacam. 3 çıxır 3. X üstəgəl 3 çıxılsın 3. 17 çıxılsın 3. Yəni mənə lazımdır ki, burada x qalsın. X-in qalması üçün bu 3-ü mən buradan çıxmalıyam. Birini ortadan çıxıramsa digər tərəflərdən hər bir həddən çıxmalıyıq. 0 ilə 14-ün arasında ən böyük tam qiymət olacaq 13. Doğru cavabımız 13. Keçirik 17-ci suala. Yenə üçbucaq bərabərsizliyidir. Şəkili çəkmirəm. X üstəgəl 5 tərəfi yerləşəcək. 10 ilə 8-in fərqi ilə cəminin arasında. 2 kiçikdir x üstəgəl 5 kiçikdir 18. Hər birindən 5-i çıxaq. Hər birindən 5-i çıxsam mənfi 3 x və 13. Onda burada ala biləcəyi ən böyük qiymət olacaq 12. Yəni mənfi 3 ilə 13-ün arasında ən böyük 12 yerləşə bilər. Sual 18. 18-ci sualda üçbucağın perimetri 26-dan kiçikdir. P kiçikdir 26. Üçbucağın perimetri tərəflərin cəmidir. Tərəflərini cəmləyirəm. X çıx 1 üstəgəl 2x üstəgəl x üstəgəl 5. Bu bizə P-ni verəcək. Deməli, x-lər toplasam x üstəgəl 2x 3x üstəgəl x edəcək 4x. Mənfi 1 ilə də müsbət 5 mənə verəcək müsbət 4. Bu bizə P-ni verdi. Onda qoyacağım burada yerinə. 4x üstəgəl 4 kiçikdir 26-dan. 4x kiçikdir 26 çıxılsın 4. 4x kiçikdir 22. Hər tərəfi 4-ə bölürəm. X kiçikdir 22 böl 4. O da edəcək 5 tam 4-də 2. X burada ala bilər 1, 2, 3, 4 və 5. İndi biz burada nəyə diqqət edirik? Baxın, x-in yerinə 1 qoysam, 1 çıxılsın 1. Tərəf olacaq 0. Tərəf 0 ola bilməz. Onda 1 getdi. İndi 2 qoyaq. Amma qoyduğumuz qiymətlər üçbucaq bərabərsizliyini ödəməlidir. Baxın, x 2 olanda bu olacaq 2 çıx 1. 2. Bura olacaq 2 vur 2. 4. Bu da olacaq 2 üstəgəl 5. 7. Görək üçbucaq bərabərsizliyi ödənirmi?
7 yerləşir 4 ilə 2-nin fərqi ilə 4 ilə 2-nin cəminin arasında. Xeyr, yerləşmir. 2 kiçikdir 7, kiçikdir 6 deyə bilmərik. 2 ödəmir. Belə ədəddə qoyub yoxlaya bilərsiniz. Buna əsasən üçbucaq bərabərsizliyi yaza bilərsiniz. Yəni x üstəgəl 5 ilə 5 yerləşəcək. X çıx 1 çıxılsın 2x ilə. X çıx 1 üstəgəl 2x-in arasında. Bu şəkildə də həll edə bilərsiniz. 3 qoyaq, biz ədəd qoymaqla həll edək. Deməli, 3-ü qoyaq. 3 qoysaq, 3 çıx 1, bura olacaq 2. 2 vur 3, bura olacaq 6. Sonda, ən sonda rəqəm qoyandan sonra bu yolda yazacağım izahda. Burada 3 qoysam 3 üstəcək 5 olacaq 8. Deməli 8 buradan baxan kimi bilinir ki, yerləşmir. Çünki 6 ilə 2-ni çıxıram 4, 6 ilə 2-ni toplayıram 8. Bu doğru deyil. 8 kiçikdir 8 demək olmaz. 3 ödəmədir. Deməli, indi 4 qoyuram. 4 çıx 1. Bura olacaq 3. 2 vur 4. Bura olacaq 8. 4 üstəcək 5. Bura olacaq 9. Bu ödəyəcək. 8-dən 3 çıxıram 5. 8-dən 3 toplayıram 11. Bu 4 ödədi. İndi 5-i qoyaq yoxlayaq. 5 qoysaq 5 çıx 1. Bura olacaq 4. 2 vur 5. Bura olacaq 10. 5 üstəcək 5. Bura olacaq 10. Deməli bu da ödəmədir. Burada ödəyən yalnız və yalnız 4 oldu. 10 yerləşir. 10 ilə 4-ün fərqi 6, 10 ilə 4-ün cəmi 14. Deməli 5 də ödədi burada. Bizə deyir ki, x-in mümkün natural qiymətlərinin cəmini tapın. Ödəyənlər 4 və 5 oldu. Toplayıram 9. Doğru cavab oldu 9. İndi bu üçbucaq bərabərsizliyini buradan yazacağım. Bu çıxmanı yerinə yetirsək, x çıx 2x edir mənfi x çıxılsın 1 və moduldan bu müsbət çıxacaq. Yəni x üstəgəl 1 şəklində çıxacaq. Kiçikdir x üstəgəl 5. O da kiçikdir. Namını toplayıram. 3x çıxılsın 1. Hər birindən 5 çıxsaq, biraz sadələşdirək. X çıx 4. X. Burada da olacaq 3x çıxılsın 6. Hər birindən daha sonra x çıxsaq, bu olacaq mənfi 4. Bu olacaq 0. Bu da olacaq 2x çıxılsın 6. Buradan görürük ki, deməli 2x çıx 6 0-dan böyük olmalıdır. Yəni müsbət olmalıdır. Onda biz şərt qoyuruq ki, 2x çıx 6 böyükdür 0, 2x böyükdür 6, x da böyükdür 3-dən. Yəni x ola bilər buradakı ədədlərdən 3-dən böyük 4, 5. 3-dən müsbət sonsuzluğa. Yəni 4 və 5 ola bilər. Qısaca 4 ilə 5-in cəmi 9. Bu şəkildə də yaza bilərsiniz. Sual 19. Eyni sualdır. Perimetr 21-dən kiçikdir. Perimetr 21-dən kiçikdir. P kiçikdir 21. Perimetr tərəflərin cəmidir. Tərəfləri cəmləyək. X çıx 1 üstəgəl 2x üstəgəl x üstəgəl 4 kiçikdir 21. X 2x x toplayıram 4x üstəgəl 3 kiçikdir 21. 4x kiçikdir 21 çıxılsın 3. Edəcək 18. 18-i bölürəm 4-ə. X kiçikdir 4,5. İndi x ala bilər natural qiymətlərdən 1, 2, 3, 4. Deməli biz 1 qoysaq, baxın 1 qoysaq 1 çıxılsın 1 olur 0. Tərəf 0 ola bilməz. 2 qoysaq 2 çıx 1, 2 vur 2, 2 üstəgəl 4. Üçbucaq olacaq. Burada 2 çıx 1, 1, 4 və 6. 6 yerləşirmi? 4 ilə 1-in fərqi ilə cəminin arasında. Xeyr, yerləşmir. 2 ödəmir. İndi x-a 3 verək yoxlayaq. 3 olsa 3 çıx 1, 2 vur 3, 3 üstəgəl 4.
2, 6 və 7. 7 yerləşir. 2 ilə 6-nın fərqi 4, cəmi 8. Bəli, bu ödədir. Bərabərsizlik doğrudur. İndi 4 verək x-a. 4 çıx 1, 2 vur 4, 4 üstə gəl 4. Yəni 3 bucaq olacaq. 3, 8, 8. 8 yerləşirmi? 8 ilə 3-ün fərqi 5, 8 ilə 3-ün cəmi 11. Bəli, yerləşir. Bu 3 bucaq bərabərsizlik ödəyir. Deməli, x-in mümkün natural qiymətlərinin cəmini tapın. Mümkün qiymətlər 3 ilə 4 oldu. 3 ilə 4-ün cəmi 7. Doğru cavab 7. Cavabınızı izah edin. Cavabımız bu şəkildə yazacaqsınız. Yəni 3 bucaq bərabərsizliyini ödəməlidir. 3 bucağın A, B, C tərəfində C yerləşməlidir. A ilə B-nin fərqinin modulu ilə cəminin arasında. 3 bucaq bərabərsizliyi ödəməlidir. 20-ci suala baxırıq. 20. Eni sabit uzunluqda olan düz xətli su kanalının bir tərəfində A və B nöqtələrində bir tərəfi, yəni buradır. Bura bir tərəf. 2 gözətçi məntəqəsi, yəni A və B. Digər tərəfdə buradır. C nöqtəsində bir gözətçi məntəqəsi mövcuddur. A və C arasındakı məsafə, baxın, burada elə bir üçbucaq yaranıb da. Baxın, bu üçbucaq formasında. A ilə C arasındakı 20-dir. B ilə C arasında 24-dür. Buranı da bilmirik. Bu üçbucaq bərabərsizliyindən istifadə etsək, yerləşəcəkmi 24 ilə 20-nin fərqi ilə 24 ilə 20-nin cəminin arasında? A-B məsafəsinin ən böyük qiyməti 4 ilə 44-ün arasında olacaq 43. Doğru cavab 43 metr. Keçirik sual 21-ə. Eyni sualdır. 21-ci sual. A ilə C arasındakı məsafə. A ilə C arasındakı məsafə 30-dur. B ilə C arasındakı məsafə 26-dır. AB arasındakı məsafəni istəyir bizdən. Deməli 30, x burada 26. Üçbucaq bərabərsizliyinə əsasən x yerləşəcək. 26 ilə 30-un fərqi ilə cəminin arasında. 4 kiçikdir x kiçikdir 56. Ən böyük qiymət 4 ilə 56-nın arasında 55 metr olacaq. Doğru cavab 55 metr. 22-ci suala baxırıq. 22 və 23 eyni suallardır. Sonuncu suallar. ABC üçbucağında adlandırıram A, B və C. AB 8-dir. BC 14-dür. Əvvəlcə gəlin görək AC tərəfi hansı qiymətlər ala bilər? 14 ilə 8-in fərqi ilə cəminin arasında ala bilər. 14-dən 8 çıxanda 6, toplayanda 22. 6 ilə 22-nin arasında qiymətlər alacaq. Amma bizə bir dənə də şərt verib ki, bucaq B bucaq A-dan böyükdür. Bucaq B bucaq A-dan böyükdür. Onda bucaq B-nin qarşısındakı tərəf x 14-dən böyük olacaq. Burada x ala bilər 6 ilə 14-ün arasında qiymətlər. Və burada. Amma bir şərtlə ki 14-dən böyükləri götürəcəyik. Deməli x ala bilər 14 ilə 22-nin arasında. Çünki 14-dən kiçikləri götürə bilmərik. B bucağı çünki A bucağından böyükdür. Onda burada ən böyük və ən kiçik qiymətlər 15 və 21 olacaq. 15 üstə gəl 21, o da bizə verəcək 36. Deməli, burada həm üçbucaq bərabərsizliyindən istifadə edəcəyik qayda olaraq. Həm də ki, böyük bucaq qarşısında böyük tərəf dayanır, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Bu qaydadan da istifadə edəcəyik. Keçirik 23-cü suala. Bu 22 idi. 23-cü sual. Yenə bizə 3 bucaq verilibdir. 3 bucağı adlandırıram A, B və C. AB tərəfi
7-dir. BC tərəfi 15-dir. AC tərəfini bilmirəm. AC tərəfi 3 bucaq bərabərsizliyinə əsasən 15 ilə 7-nin fərqi ilə cəminin arasında yerləşəcək. 8 kiçikdir x kiçikdir 22. Onda bir dənə də bizə şərt verib ki, B bucağı A bucağından böyükdür. B-nin qarşısındakı tərəf, deməli A-nın qarşısındakı tərəfdən də böyük olmalı. Çünki böyük bucaq qarşısında böyük tərəf dayanır. Kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Burada dedik ki, x ala bilər 8 ilə 22-nin arasında qiymətlər. Amma 15-dən böyük olanlar biz götürməliyik. 15-dən 22-yə. Burada ən kiçik 16 ala bilər, ən böyük 21 ala bilər. Bunların cəmini istəyir bizdən. Edəcək 37. Edəcək 37. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti video dərslərimizdə görüşənədək.